İlham Əliyevin evladı ölür. Hər yeri gəzdirdilər, artıq sağalma ehtimalı yoxdur. Artıq ocaqlara, pirlərə aparırlar. Xəbəriniz yoxdur. İmamzadadan belə gəzdirirlər bu. Heydər Əliyevi sağalsın deyə. Nə oldu? İsrailin rabiləri sağalda bilmirmi? Nə oldu? İtaliyanın papazları sağalda bilmirmi? Ha? Nə oldu? Vatikan sağalda bilmirmi? Milyardlarınız dərman ola bilmirmi? Allama məzlumun ahını çıxar ahəstə-ahəstə. Bəzilərinin atalarının, babalarının etdiyini nəvələri, nəticələri cavab vermək məcburiyyətində qalacaqlar onların etdiyinə. Sifətinə baxanda bilmək olur ki, çox ağır vəziyyətdədir. Balaca Heydər görün nə günə çıxdı. Ay millət, sifətə baxın, gözlərə baxın, gözlərə. Balaca Heydərin dərmanını mən bilirəm, mən. Baxın, bir tərəfi uzanıb, bir tərəf qol uzandı, bir tərəfi balacalaşıb. Parmağının sarığına baxın. Bir tərəfinin bir tərəfindən uzun olduğunu görürsünüzmü? Yanındakı kimdir? 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 Gəlin bir görək kimdir bunlar? Artıq Mehriban Əliyeva, Heydər Əliyevi müalicəsi üçün ocaqlara gəlir, ziyarətgahlara gəlir. Heydər Əliyev sağalsın deyə. Sağ əl yenə bükülmür. Görürsünüz bir tərəf quruya gedir. Hacı Rahib Babayev paylaşıb. Hacı Rahib. Yəqin ki bu adam Hacı Rahibdir. Həkimə ocağını ziyarət eləyiblər. Mehriban Əliyeva həkimə ocağını ziyarətə gəlibdir. Orada yalvarırmış daşlara. Daşları öpürmüş. Divarları öpürmüş. Allah balamın ömrünü uzat deyərək yalvarırmış. Hətta yarım saata qədər Mehriban Əliyeva ağlayıbdır. Heydər Əliyevə diqqət etsəniz, ayaqları əriyib çöpə dönübdür. Əlləri qeyri-ixtiyari vəziyyətdədir. Heydərin gövdəsinə diqqətlə baxın. Bütün bədəni arıq, bel arıq, ayaqlar arıq, şalvarı şişib, böyük ehtimal pampersdə taxıblar, böyük ehtimal. Bir tərəf işləmir, ayaqlar arıqdır. Əliyevləri zülmü bitməsə, nə Leyla, nə Heydər Əliyev şəfa tapmayacaq. Bunu bir dəfəlik bilin. Bunlar nə üçün yaşayırlar bu dünyada? Ay İlham Əliyev, dədən nə yapardı getdi? 15 milyardı vardı, onu da sağ qoydu getdi. Ay İlham Əliyev, bu dünyadan dədən nə yapardı? Baban Şaumyan nə yapardı? Sən də nə yaparasan? Fironlara, Sultan Süleymana qalmayan dünya kimə qaldı? Sana da qalsın. Ay İlham Əliyev, Mehriban Əliyeva. Bu xalqın dərisini soyub, bu xalqa soyqırım edirsiniz. Allahdan Allahlıq edirsiniz. Deyirsiniz sizin, ay xalq, canınız da, ölümünüz, doğumunuz məndən asılıdır. Allahı tanımayın, hətta dini təriqətinizi də unudun. Belə olmaz, bunun bəlası balalarınızın canından çıxır. Arvadı da Heydər Əliyevi bıçaqlayıb, gördünüz, mən yalan demirəm ki, baş parmağının başındakı sarığa baxın. Bilmirəm sizdən necə görünür, bilmirəm. Bilirsiniz də arvadı kimdir? Eldar Mahmudovun polkovnikinin qızından evlənmişdilər. Rusların təsiri də var idi burada. O Rusların cəsusudur. Trumpdan danışan İlham Əliyevin çənəsinin altını kəsdirmişdi. Yadınızdan çıxıb mı?